السلام عليكم يا شهداء في سبيل الله يا سبحان الله تعالى خالق من الفاتحة. هو الله الله. السلام عليكم يا أهل دار قوم المؤمنين. Bazı taraflardan koy bazılar. Allah lil'amin. Kul huvallahu ehad Allahu samad. Rahim. Alif lam mim. ذلك الكتاب لا ريب فيه هدى للمتقين الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون والذين يؤمنون بما أولئك لهم من ربهم آمين. الحمد لله رب العالمين والعاقبة للمتقين. الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وسلم. اللهم ربنا يا ربنا تقبل منا إنك أنت السميع العليم وتوب لنا يا مولانا إنك أنت التواب الرحيم. واهدنا ووفقنا إلى الحق والطريق المستقيم واعف عنا واغفر لنا ورحمة الله فانصرنا على القوم الكافرين. اللهم نور قلوبنا بنور القرآن وكفر عنا سيئاتنا بعزة القرآن واشف مرضانا بآيات القرآن وسلم أحيانا بحرمة القرآن. اللهم اكرمنا بكرامة القرآن. اللهم شرفنا بشرافة القرآن. اللهم زينا بزينة القرآن. اللهم ألبسنا بخلقة القرآن. اللهم ادخل الجنة بشفاعة القرآن. اللهم بلغ ما القرآن ما تلونا هادية متسلة إلى روح نبينا وشفينا. اللهم إنا نسألك موجبات رحمتك وزائل مغفرتك والسلامة من كل اسم. الفاتحة. الحمد لله. Allah rahmet eylesin. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları, hürmetli konaklar. Bugün Cavid balamızın anam günündeyiz. Yani Şamaxı ziyaretgahımız olan, an yerimiz olan, ibadetimiz olan şehitler xiyabanındır. Allah Teala bütün şehitlerimizi cennetinde eləsin. Allah Teala bütün şehit ataların, anaların qalan bağlarını salamat eləsin. Sizden bir xahişim var, həmişəki elədiyim xahişdir. Bir dəqiqəlik küçük var. Bütün şəhidlərimizin xatirəsini yad edək, sonra tədbirimizi davam etdirək. Allah rəhmət eləsin. Allah Teala hər birinizdən razı olsun. Hörmətli cemaat, bir xahişim var sizdən. Burada da bizi de çağırırlar, çağırma olan yerlerimiz var. Çıkışçılardan xahiş edirəm, qısa eləyək. Hörmətli Cavid bala, bu günləri sənin anım günüdür, anım günündür. Xalq izdiham bugün sənin qarşındadır. Aton solundadır, anası buradadır. Anon sağındadır. Şəhid ataları, şəhid anaları sənin qarşındadır. Bütün konaklar, bütün izdihamçılar senin karşındadır. Şamaxı rayon naxundur. Hürmetli Hacı Mərhəmət senin karşındadır. Ve aynı zamanda karşında Şamaxı rayon aksakalı Ağarzan müəllim senin karşındadır. Allah Teala her birinizden razı olsun hürmetli cemaat. Ve aynı zamanda bu günleri Şamaxı rayonunun bu işe bakan şöbə müdürü hürmetli Celal müəllim benim yanımdadır. Şamaxı Hərbi Komisyarının mavini hürmetli kardeşimiz buradadır. Allah Teala bütün gelen insanları, gelen konakların her birinin işine van dilesin. Allah Teala her birinizden razı olsun hürmetli cemaat. Hürmetli Güləsən kardeş. Buyur bir neçə kəlmə, mən olsa danışıram. Buyur bir neçə kəlmə atatsam xalqın döşündəsən.
Şahit'in timsalında Respublika şehitlerin karşısında baş eğlen, ruhları şahit olsun, mekanları cennet olsun. Allah sizin her birinizden razı olsun. Bugün bizim bu tedbirimizde iştirak ediyorsunuz. Yine Allah her birinizden razı olsun. Çok sağ olun. Teşekkür ederim. Çok sağ olun. Bazı. Ha, Allah Teala her birinizden razı olsun. Allah Teala her birinizi cennetin dilesin. Bağlarımızın her birini, şəhid bağlarımızın her birini Allah cennetin dilesin. Hürmetli Ceyhun müəllim, buyur. Çok sağ olun. Allah razı olsun. Ben de uzaktan yakından gelen bütün konakları salamlayıram. Görürsən, Allah səbri versin. Zavud balamız hamı bilir ki, qəhrəmandır. Bizim bu şəhidlərimiz elə hamısı qəhrəmandırlar. Bugün biz bu görüşdüyümüz bu müqəddəs bir yerdə bura. Yəni, balalarımızın o müqəddəs cəsədləri burada uyuyur. Balalarımız bizim namusumuzdan, qiriyyətimizdən ötürü canlarından keçdilər, düşünmədən bayrağımızdan ötürü. Allah onların ruhunu şad eləsin. Allah cümlə bütün şəhid valideynlərinə Allah səbir versin. Allah qazilərimizin canını sağ eləsinlər ki, getdilər, döyüşdülər. Veteranlarımıza Allah can sağlığı versin. Allah əsgərlərimizi qorusun, ordumuzu qorusun. Sürəngli bayrağımız daima göylərdə, ucalarda dalğalansın. Allah elimize, obamıza bərəkət versin. Çox sağ olun ki, bu günləri gəldiniz, hamılıqla Güləsən qardaşıma təsəlli oldunuz, onun ailəsinə, o yaxınlarına təsəlli oldunuz. Hər birimizin də borcumuzdur. Şəhid istər, şəhid ailələrinə istəyir, şəhidlərə dəyər vermək. Ulu öndərimiz Allah ruhunu şad eləsin, o demişdi ki, şəhid ailələrinə dövlətin də borcudur. Baxmaq, şəhidlərin, xalqın da borcudur. Yəni, hər kəsin borcudur ki, bu şəhidlərimizin xatirəsini əbəd olaraq qəlblərində yaşasınlar və onlara dəyər versinlər və şəhid ailələrinə hörmətlə yanaşsınlar. Mən demirəm ki, maddiyyətdən gəlsinlər, şəhid ailələrinə dəstək olsunlar, ehtiyac yoxdur. Şəhidlərimiz ailələrin ruzilərini də qoyub gediblər, özləri də ruzilənirlər, onlar diridirlər, əbədidirlər. Yəni, biz onlar üçün ağlasaq da, özümüzü əssək də, yonsaq da, yəni, onlar şəhiddirlər, onlar diridirlər. Yəni, o hər bir insana nəsib olmur, qismət olmur. Bizim belə oğullara ehtiyacımız var cəmiyyətdə. Yəni, qəhrəman oğullara, bütün sahələrdə demirəm ki, geçsinlər, canlarından keçsinlər, şəhid olsunlar. Başqa sahələrdə balalarımızı əsl Türk vətəndaşı kimi yetişdirmək lazımdır. Xalqın sevən, bayrağın sevən. Yəni, o insan bayrağın, devlətin sevmirsə, deməli, ailəsini də sevmir. Bizim balalarımız getdilər, şirin canlarından keçirlər. Ailələrindən ötürü, xalqdan ötürü, düşünmədən, bayraqdan, torpaqdan ötürü, bu ölkənin daxilində kim varsa, nə varsa ondan ötürü. Allah şəhid balalarımızın ruhunu şad eləsin. Vaxtınızı çox almaq istəmirəm. Balalarımız haqqında çox danışmaq olar. Günlərlə, saatlarla danışsın, qutarmaz. Allah onların ruhunu şad eləsin. Bütün Zavud balamızın timsalında bu günləri şəhadətə ucalan bütün balalarımızın Allah ruhunu şad eləsin. Çok sağ olun, teşekkür ederim. İmran müəllim, buyur. Hörmətli tədbir iştirakçıları, mən də hər birinizi salamlayıram. Məndən öncə çıxış edən hər birinin fikrinə hörmətlə, ehtiramla yaraşıram. Bugün Cavid balamızın şəhadət günüdür. Güləsən qardaş, bacı, Allah Cavid balamızın timsalında bütün şəhidlərimizin məkanını cənnət eləsin. Bu tədbirdə iştirak edən hər bir kəsə öz təşəkkürümü bildirirəm. İcra nümayəndəliyinə, komissarlıq tərəfindən hər bir kəsə Allah hamımızın ölənə rəhmət eləsin və şəhid balalar doğrudan da canından keçdi, azaldıqca torpağın alınmasına görə. Biz həmişə onlarla qürurlarını fəxr edirik. Çox sağ olsun Ali Baş Komandanımız, rayon üzrə hakimiyyətimiz, çox işlər görülür. Həqiqətən də Şamaxı şəhidlərinə dəyər fərqlidir. Şəhidlər hamısı bizimdir. Onların hər biri bizim baş tacımızdır. Və biz indi ilk şəhidlər xiyabana girişində o lövhələrlə vurulan şəhidlərimizin şəkilləri doğrudan da çox ürəkaçandır. O işdə kimin əməyi varsa, mən şəxsən
O insanlara öz minnətdarlığımı bildirirəm. Allah Ali Baş Komandana can sağlığı və şəhidlərimizin məkanı cənnət Amin. olsun. Çok sağ Allah ol. qazilərimizi, veteranları qorusun. Amin. Elimiz, obamız həmişə firavan yaşasın. Teşekkür ederim. Çox Kardeşler Allah rahmet eylesin. Bugünleri şehit adı yazılı Cavit Güləsənovun anım günüdür. Bəli, Şamaxının 44 illik müharibədə 43 şəhidinin günüdür. Düz 5 il bundan qabaq həmin gün Cəbrayılın Haroğlu kəndi azad olundu. Bu gün ora 250-dən artıq ailə köçürülür. Bax, buna görə də bütün o keçmiş qaçqınlar şəhidlərin ruhu qarşısında baş əyir və öz minnətlərini bildirir. Bəli, müharibə idi. Müharibədə şəhid verirdik. Müharibənin 38-ci günü idi. 6 gün müharibənin qurtarmasına qalmağına baxmayaraq Azərbaycan ordusu irəliləyirdi. Bu irəliləmədə sözsüz ki bizim itkilərimiz olurdu. Bu itkilər bizim şəhidlərimiz idi. Allah tərəfindən ali dərəcəyə çatan şəhidlər Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Hər bir dəfələrlə mən dediyim kimi vicdanı olan Azərbaycan vətəndaşı özləri şəhidlərinə borc bilməlidirlər ki, borcları var. Onlar getdilər, lakin torpağı bizə qaytardılar. Və buna görə də mən gələnlərə ən əsası onun əsgər yoldaşlarına görürəm ki, nişanları var, vətən müharibəsi nişanı. Minnətdarlıq eləyirəm, sağ olun, siz yoldaşınızı silah, qan qardaşlarını, silah yoldaşlarını unutmursunuz. Buna görə də şəhid ailələr adından bir daha gələn həmin veteranlara minnətdarlığımı bildirirəm. Mən bir dəfə Güləsən kişindən həmin hərbi hissədə oldum, Bakı şəhərində yerləşir, nömrəsini demirəm. Demək, Bakıda ən çox şəhid verən hərbi hissədir. Demək, o hərbi hissə demək vuruşdu ki, bu qədər şəhid oldu. Və onların hərbi hissəsinin də torpaqların azad olunmasında, Azərbaycan suverenliğinin bərpa olunmasında hərbi hissənin də böyük rolu oldu. Bütün Azərbaycan ordusu kimi siz də öz borcunuzu yerinə yetirdiniz. Bu işdə şəhidlərimiz oldu, qazilərimiz oldu, veteranlarımız oldu. Mən şəhidlərə rəhmət, qazilərə sağlıq, Amin. veteranlara ise uzun ömür arzulayıram. Allah şəhidlərimizə Çok sağ olun. Çok sağ olun. Cavit balamızın komandiri burada inilir, müəllim buradadır. Buyurun. Sağ ol Maksat. Allah'tan hamımıza can sağlığı arzulayıram. Bugün mənim üçün ağır gündür. Mən Cavidin komandiri olaraq istəyirəm bir dəqiqəlik mən də Cavidin qəhrəmanlığından danışım. Mənim üçün də çox ağırdır. Cavidlə döyüş yoldaşı oldum. Bir səngərdə döyüşdük. Mənim heç vaxt yadımdan çıxmayacaq bir kəlməsi var Cavidin. Heç vaxt yadımdan çıxmayacaq. Səngərdə Cavidə öz mənə dediyi söz oldu ki, komandir mən düşmənimi görürəm. Mənə daraq verin, mən mərmilərdən istifadə edeyim, düşmənlərimi vurum. Mən də cibimdə olan iki darağımı çıxardım, Cavidə verdim. Cavid də düşmənə qarşı döyüşür. Allah'tan bütün şəhidlərimizə rəhmət eylesin. Allah razı olsun. Amin. Allah razı olsun. Çok sağ ol. Teşekkür ederim. Buyurun. Mən də salamlayıram hər birinizin, şəhid valideynlərinin, analarına falan qarşısına baş əyirəm. Çok sağ olun. Biz də bu Cavidin xidmət yoldaşım, eyni bizim elə hərb bölündə komandirimiz olub. Bir yerdə düz indi hərbidən uzaqlaşmışam. Amma bir yerdə illərlə xidmətimiz olub. Bildiyimiz kimi 5-ci il dönümü hamımız yığışmışıq. O deməkdir ki, biz heç vaxt döyüş yoldaşlarımızı unutmamışıq, unutmayacağıq da. Allah rəhmət eləsin Cavid səni. Məkanın cənnət olsun. Sən bizlərin qəlbində daimi yaşayıbsan, yaşayacaqsan. Cavidlə bərabər bizim Şamax rayonunda 4 şəhidimiz var. Cavadov Yalçın bizlə həmləmiz 877 saylı hərbi hissəmizin hərbi qulluqçusu olub. Mayor Azayev Asif bizim hərbi qulluqçumuz olub. Bizim tavır komandirimiz olub. 4 il ondan bərabər də xidmət eləmişəm Mayor Azayevlə. Zahirəsi Cavidlə özüylə. Allah cəmi şəhidlərimizi rəhmət Amin. eləsin. Allah razı olsun. Qarşılarında baş əyirik. Allah nə qədər bizə Çox can sağ olun verib, qardaş. bizim borcumuzdur gəlib şəhidləri ziyarət edib. Teşekkür Özüm ederim. Cəlilabad rayonundan gəlmişəm mən razı. Çok sağ olun. Sağ olun, Çok sağ olun. gününüz sağ Gelişine olun. göre teşekkür ederim size. Süphan müəllim buyur Süphan. Gözəl məşənətləriniz, məşənətləriniz. Ümumiyyətlə şəhidləri ziyarət edənlər bütün Azərbaycan xalqının borcudur. Allah yerini cənnət eləsin, Cavid balamızın. Hərənin öz səllaməsi var, bu döyüşənlər bilir. Hər şəhidimiz özünə görə bir döyüş yolu keçib. Allah yerini cənnət eləsin. Veteranlarımızın Allah canı sağ eləsin, qazilərimizin Allah canı sağ eləsin.
Ben bu elma babama ne özleyeceğim? Şəhidlik yaratmaq qismət olmur. Döyüşən qardaşlar bilirlər. 2020-ci ildə bizdə elə bir birlik bərabərliyi var idi ki, o bərabərlik tarixən bizdə olsa ümumən yox. Bizim torpağa heç bir başqa bir ölkə girə bilməz. Çünki millət elə birləşmişdi ki, o birlik mən deyərdim ki, başa 100 illərdir Azərbaycanda olmayıb. Allah o birliyimizi qorusun, bərabərliyimizi qorusun. Şəhid valideynlərinə səbir. Bir keçmiş döyüşçü kimi döyüşçülərimizə vətən sevgisini biz daha da artırmaq lazımdır. Çünki vətən ana qeyrət namus deməkdir. Vətənsiz bizim heç bir günümüz olmasın. Allah bütün şəhidlərimizi yerini cənnət eləsin. Allah ordumuzu qorusun, ordumuz yurdumuzu qorusun. Şəhid valideynlərində, Cavidin valideynlərində başsağlığı verirəm. Allah səbrinizi versin, Allah köməyiniz olsun. Qalın müəllim buyur Şəhid atası. Mən də bütün ziyarət iştirakçıları, dəyərli şəhid valideynlərin, gələn qonaqları hər birinizi salamlayıram. Bugün bildiyimiz kimi başımızın tacı olan, gözümüzün nuru olan qəhrəman şəhidlərimizdən Cavid balamızın anım günlə toplaşmışıq. Allah Güləsən qardaş, gözəl qəhrəman balığa qəni-qəni rəhmət eləsin, sizlərə səbir versin. Cavid balamızın timsalında Allah cəm şəhidlərimizin məkanını cənnət, məqamını uca eləsin, valideynlərinə səbir versin. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Bu üç rəngli bayrağımızı daim vətən səmasında dalgalandırsın inşallah. Çox sağ olun. Təşəkkür edirəm. Natiq müəllim buyur. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Cavid və Cavidin timsalında vətən torpağının bütövlüyü uğrunda canım fəda eləm. Bütün qəhrəman şəhidlərimizə salam olsun deyirəm şəhid atası olaraq. Allah ruhlarını şad eləsin, məqamlarını uca eləsin. Onlar bizlərin qardaşlar buyurdular. Onlar bizim dövlətimizə, millətimizə zəfər yaşadıblar. Allah onlardan dönə-dönə razı olsun və bizim birliyimizi, bərabərliyimizi qorusun. Şəhid valideynlərinin hamısına Allah səbir versin. Üç rəngli bayrağımız daim səmalardan inməsin. İmran qardaşımız qeyd elədi, mən də həmin o lövhələrdən ötüreyim. Bu qardaşların, bu 44 günlük vətən müharibəsi şəhidlərinin, yəni 1-ci Qarabağ şəhidlərinin şəkillərinin, o lövhələrin oraya yapışdırılmasında, bütün şəhidlərin hamısının birliyə cəmləşməsi, o lövhələri buraya yerləşdirdiklərinə görə dövlət rəhbərliyinə, yəni rayon rəhbərliyinə şəxsən Tahir müəllim başda olmaqla kimin orada əziyyəti varsa hamısına sağ olsun, çox sağ olsunlar deyirəm. Çünki biz onu səbirsizliklə gözləyirdik. Olur ki, 20 yanvar günündə, Xocalı günündə, başqa günlərdə biz buraya gələndə istər-istəməz sıxıntı olur. Söz yox, buradakı şəhidlər hamısı bizim şəhidlərimizdir. Özü balalarımız burada dəfn olunmadığına görə biz ondan dövlətimizdən rica eləmişdik ki, bu lövhələr burada olsun. Ona görə dönə-dönə minnətdarlıq bildirirəm. O ərsəyə gəldi, ona görə də çox sağ olsun deyirəm bir daha. Allah hamımızın səbrin versin, dövlətimiz var olsun, dövlətçiliyimizi qorusun. Amin. Sağ olun. Təşəkkür edirəm. Allah sağda söz verdiği için. Ben de aynı zamanda Cavid kardeşimizin timsalında Allah'tan bütün şehitlerimize rahmet dileyim. Allah ailelerine sabır versin. Allah kalan evlatlarının ailenin xoşbəxt etsin, xeyrin görsünlər. Allah bir de heç bir bağlılığına evlat atısı qismət eləməz. Çox sağ olun. Təşəkkür edirəm. Xan Məmməd, şəhid atası. Bu günlərin Cavid balamızın timsalında Allah cəm şəhidlərimizə qoymuş şad eləsin. Hər biri qəhrəmandır. Allah hamımızın səbrini versin. Amin. Çox sağ ol, biləsiniz. Təşəkkür Allah edirəm. səbir versin. Çox sağ ol. Fay müəllim. Buyur bir neçə kəlmə. Asaklar çox sağ olun. Hər birinizdən bura yığışıb gələn qohumdan, uzaqdan kim varsa Allah hamısını var eləsin. Elə adamlar da var ki, bu günlərin burada iştirak eləmək istəyib, iştirak edə bilmir. Müəyyən səbəblərdir. Əsas odur ki, bu bizim balalarımız ki var. Onlar öz sözləri dedilər, getdilər əməlləri ilə. Yenə bizi Allah onlara layiq ata eləsin. Allah o balalarımızın, gür balalarımızın məkanı cənnət eləsin. Allah valideynlərinə səbir versin. Çox sağ olun. Təşəkkür edirəm. Tofiq, xəstə olsan da bir neçə kəlmə ay Tofiq.
Öğretmenim gel. Derste sen amma keçir. Hə. Sağ ol sen de. Allah hamıza razı olsun ki bu şəhidimizin tədbirinə hamı yığılıb. Allah qardaş səbrinizi versin. Günə belə qapınıza çatdılar olsun. Amin. Allah yerin cənnət məqamını eyləsin. Çok teşekkür ederim. Şahverdi. Bəli. Çox sağ ol Assaqqal. Mən də burada ziyarətçiləri salamlayıram. Allah ziyarətimizi qəbul eləsin deyirəm. Bu gün bizim Cavid balamızın anım günüdür, ora toplaşmışıq. Allah onun valideynlərinə, yaxınlarına səbr versin. Rəqqal bu Axacı mərhəmət edə Allah canını sağ eləsin. 5 ildə daim bizimlə bir yerdədir. Bundan başqa digər rəhbərlər də Cəlal müəllim də şöbə rəisi də burada iştirak edir. Bu şöbə yaranan gündən o da bizimlə daimi həm şöbə rəisi olmağına baxmayaraq, həm də o müharibə iştirakçısıdır. O müharibənin acılı, qanlı günlərdə özü şahid olubdur. Öz şahidi olubdur. Allah ona da can sağlığı versin. Onlar hər birisi bir qəhrəmandır. Onları yetişdirən valideynlər özü də qəhrəmandır, balalar da qəhrəmandır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Teşekkür ederim. Çok sağ ol. Öz növbəmdə bütün tədbir iştirakçılarını salamlayıram. Şəhidlərimiz hər biri bir tarix salnaməsidir. Mən də öz növbəmdə təkrarçılıq olmasın, Tahir müəllimə öz təşəkkürümü bildirirəm ki, şəhid adının əbədiləşdirilməsi və görülən quruculuq işlərinə dəstək oldu. Çox sağ olun, minnətdaram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çok sağ olun. Bacı buyur. Çox sağ olun. Allah bütün şəhidlərə rəhmət eləsin. Gələn ayaqlarınız var olsun. Şükür Allah'a ki, həmişə bayraqlarımız yüksəkdə olsun. Çox sağ olsun prezidentimiz. Allah bütün şəhidlərə rəhmət eləsin. Amin. Qardaşımın yoldaşına sərçin versin. Amin. Bacı şəhid anasam. Hə. Hörmətli cəmaət. Hörmətli qonaqlar, əziz iştirakçılar, hörmətli ziyarətçilər. Hər birinizə təşəkkür edirəm. Hər birinizə Allah Taala'dan arzu edirəm ki, şəhid atalarının, şəhid analarının, qalan balalarını salamat eləsin, yarabbim verəsin Allah. Bu günləri Cavid balamızın bu izdihamını keçirdirik. Onun qarşısındayıq, onun döşündəyik. Allah Teala bütün Azərbaycan xalqını xoşbaxt eləsin. Allah Prezidentim İlham Əliyev cənablarını xoşbaxt eləsin. Mehriban xanımın şaban olsun ya Rabbim Resulullah. Bunları Şamaxı qurulur, tikilir, görürsünüz. Bak inkişafdadır rayonumuz Allah'a şükür. Ona görə də biz hər birimiz sevinməliyik. Nəyin sayəsindədir? Hamısı babalarımızın sayəsindədir. Hamısı Prezidentim İlham Əliyev cənablarının sayəsindədir. Allah Teala bütün insanları, bütün xalqımızı xoşbaxt eləsin. Bugünkü günə bizi çıxardan, bugünkü gündə bizi bu şərəfətə çatdıran bu bağlarımızdır. Hörmətli Prezidentimiz İlham Əliyev cənablardır, Mehriban xanımdır. Bir neçə kəlmə mən deyib söz verəcəyəm hörmətli axundumuza, Hacı Mərhəmətə bu şəhidlər haqqında bir neçə kəlmə desin, sonra yekunlaşdırıram tədbirimizi. Buyur. Allahümme salli ala Muhammed ve ala ali Muhammed. Elhamdülillah Rabbil alemin vel akibetu lil muttaqin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve tebibil kulubina ve şefi zunubina. Ebul Qasim Muhammed sallallahu aleyhi ve sellem. Amma ba'd emerena zalika qala Allahu tebarek ve teala fi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve la tahsebennellezine kutilu fi sebilillah bel ehyâyu inne rabbihim yurzakun. Sadakallahu lezim. Ve kâle Resulullah sallallahu aleyhi ve sellem eşşühedâ hamsetun efsel şühedâ fi sebilillah. Sadaka Resulullah sallallahu aleyhi ve sellem. Allah Teala Celle Celal'ın birliğine ve büyüklüğüne sonsuz şükürler ve senalar olsun. Peygamber Efendimizin üzerine Allah Teala Celle Celal'ın salatı ve selamı olsun. Allah Azimüşşan'ın affı, mağfireti, bereketi, rahmeti, Peygamber Efendimizin şefaati cümle şehitlerimizin üzerine olsun inşallah. Allah Teala Celle Celal şehit valideynlerine, şehit yakınlarına sabr-ı cemil ata eylesin inşallah. Şehit evlatlarına Allah Teala Celle Celal hoşbəxt büyütsün inşallah. Evladı olmayan, digər şəhid qardaşlarımızın, bacı qardaşlarına Allah Teala Celle Celal xeyirli ömür versin inşallah. Amin. Değerli cemaatimiz, mən onsuz da hər məclisdə danışıram, ancaq indi Kürəsən qardaş dedi, Arıza müəllim də ağsaqqal Allah ömür versin, söz verdim, deyirəm.
5 ildir danışırıq bu mövzuda. Allah Teala Celle Celaluhu qatında şəhidin məqamı peyğəmbərin məqamından sonraki bir məqamdır. Elə bir məqamdır ki, oraya 70 il ibadəti olacaq kişinin yetməsi mümkündür. Oraya ancaq və ancaq kim gedər, şəhid gedər. Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləm deyir ki, şəhid qiyamətin günündə yarası ilə gələr təpdədə, onun yarasından axan qan müşkiyində gələr, ətir. Bütün cənnət budur. Və şəhidin məqamı o qədər alidir ki, neçə illərlə ibadətlə məşğul olacaq bir kişi məqamı haqqında xəbər yoxdur. Amma Allah Resulü sellem deyir ki, ən az hədisdə deyir ki, bir şəhid qiyamətin günündə özündən başqa 40 nəfər kişiyə şəfaətçidir. 40 nəfər insana. Gir cənnətə girmərəm ya Rabbil Alemin. Niyə anam gəlsin? Atam gəlsin. Müəllimim gəlsin. Ta deyir o vaxta qədər ki bu iş davam edirlər. Gir cənnətə girmərəm niyə? Mən deyir cavanlığımı yaşamamışam. Mənim cavan dostlarım var idi. Onlar gəlsin. Mən cavanlığımı cənnətdə onlarla yaşayacağım. O da Allah Teala Celle Celaluhu bunlara bir o qədər dəyər verirdi. Və bizim bu ziyaretimizdə bu Ağsaqqal həmişə deyir. Bunların bizim ziyaretimizdən ehtiyacı yox deyir. Bizim bunların ziyaretindən. Biz xəstəyik. Bunlar da məlhəm. Necə ki o həkim vehniyə glukoza qoşuyor. Və bu millətin baba can damarı bunlar. Bu torpağın köksündə cürbəcür zinət əşyaları var. Ən böyük zinət əşyası bu torpaqda heç bir şeylə, dünya malı ilə alınmayacaq şəhidin nəşidir. Şəhidin meydi demək olmaz. Şəhidin nəşidi olar. Çünki buraya ayə dedim. Allah Teala Celle Celaluhu əmr edir ki, onlara Allah yolunda qətl olunanlara əsla və əsla ölü deməyin. Onlar Allah qatında ruzilənlər. Bizim yeyib içdiyimiz kimi onlar da yeyib içir. Sadəcə bizim görən gözümüz qüsurludur. Onu bizə Allah göstərir. Ona görə də dəyərli qardaşlar, Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləm Həzrətləri buyurur ki, deyir Allah aşiqə müştaqdır. Aşiqdir. Şəhidə. Şəhid də Allaha aşiqdir. Bir şəhiddir deyir o məqamın görəndən sonra, o boyda məqamın görəndən sonra deyir ya Rabbi, məni qaytar, bir də döşüm, bir də şəhid olum, sən duruma gəlim. Şəhiddən deyir, sual edirlər, nədir bu boyda lütf istək? Deyir ki, mən son nəfəsimi verəndə cəmal-i ilahini görürəm. Allah Teala Celle Celaluhu biz bir-birimizi gördüyümüz kimi görürük. Ona görə də bu mövzuda çox böyük, geniş bir söhbət eləmək olur və eləyirik biz 5 ildir. Məscidlərdə, xutbədə də eləyirik biz bunu. Amma bizim bu gözəl kişinin gözəl bir sözü var. Allah Teala Celle Celaluhu qatında biz bu insanlara borçluyuz. Biz bu insanlara borçluyuz. Hər kim və Allah yaralı qazilərimizi acil şifalar versin, döyüşən ordumuza güc qüvvət versin. Allah Teala Celle Celaluhu'nun izni ilə bu şəhidlərimizin bizə əmanət qoyub getdiyi bu üç rəngli bayraq, bu torpaq, bu vətən, bütöv vətən bizə əmanətdir. Bu başqa sözlərə danışmağa bir ehtiyac yoxdur. Bunlar artıq bu dünya var. Bizi aldadan bu dünyadan bunlar artıq əlaqəsini kəsibdir. Bunları ancaq ahirət maraqlandırır. Ahirətdə də Allah Teala Celle Celaluhu'nun qatında bu torpağın hər bir qarışı bu şəhidlərimizin bizə bir əmanətidir. Bu dövlət, bu üç rəngli bayraq bizə bir əmanətdir. Allah'ın böyüyünə sonsuz şükürlər olsun. Amin. Və burada Sübhan qardaş qarışıq, burada neçə birinci Qarabağ döyüşçüsü var. Bəğlar qardaşımız danışdı. Atası birinci Qarabağ şəhididir. Özü ikinci Qarabağ Vətən müharibəsində şehidçiyinə mənim oğlumun hətta komandiri olub. Allah razı olsun ondan. Mən sizə deyim ki, Allah qatında bu əmanətdə, bu dövlətə layiqincə sahib çıxmaq ən böyük ehtiram bu şəhidlərə. Çünki bunlar o uğurdakı, o amal uğrundakı canın veribdir, qanın tökübdir. Onların bizə əmanəti bu vətənin, bu bayrağın bütövlüyüdür, bərabərliyidir. Allah Teala Celle Celaluhu dövlətimizi
daha da güçlü eləsin. Amin. Dövlət başçımıza yar və yardımcı olsun. Döyüşən ordumuzu hər bir yerdə, suda, quruda, havada daima Allah Teala Cəlil Cəlal müzəffər eləsin. Allah əzimüşan ölkəmizin başçısı Müzəffər Ali Başkomandan Qarabağ Fatihi bizi millətlər arasında, bayrağımızı bayraqlar arasında başımızı uca eləyən bu şəhidlərin Ali Başkomandanı, Müzəffər Ali Başkomandanı hörmətli prezidentimizi Çox sağ olun. Allah qorusun. Allah dövlətimizə. Hörmətli. Təşəkkür edirəm, çox sağ olun. Şəhid atası, çok namaz buyur. Təşəkkür edirəm. Hörmətli qonaqlar. Bəlkə danışmaq istəyənləriniz var. Hörmətli qardaşlar, hamımız danışdıq. Allah hər birinizdən razı olsun. Allah Teala bu xalqı, bu cemaati daha da gümrah eləsin. Allah Teala bu xalqa bərəkət versin. Bu xalq güclü xalqdır. Bu xalq təsəllidir. Bu xalq arxadır. Bu xalq elə belə xalqdır. Bax, bugünkü bu izdihamı yaradan bu xalqdır. Bir neçə gündən sonra siz bilirsiniz, qələbə günüdür. Azərbaycan gözləyir bir neçə gündən sonra qələbəni. Qələbəni kim qazandı? Qələbəni kim aldı? Qələbəni kim yarattı? Bax, bu bağlarım. Qələbəni kim yarattı? Ali Başkomandan. Prezidentimiz İlham Əliyev cənabları. Mehriban xanım. Allah şaman diləsin. Allah Teala bütün xalqımızın işinə band etsin. Ya Rabbim beləsin Allah. Allah ordumuza qüvvət versin. Sağımda diyanan kişinin oğlu Füzuli'den başladı, vura gitti, çıktı. Ta Şuşa kadar yaralandı. Geldi Şamağa. Bu dəstənin hamısını apardım. Onun oğluna demek. İndi hərbidedir. Allah Teala bu bayalarımızı yerin cennet eləsin. Ya Rabbim beləsin Allah. Ne eləsək, mən sözümdür bu. Ne qeyirsək, ne alsaq, ne versək, toy eləsək, maşın alsaq, ölçüksək, hamısı bağlarımızın sayesindədir. Bunu bilin cemaat. Görün, 44 gün ərzində bu boyda işğal altında olan o günlə düşmanın əlindən torpağı kopardıb alasan, görürsünüz ölkələr batır gözündən, 4 ildir müharibə gedir, qırğındır, ölkələr, şəhərlər batır. 44 gün ərzində yağı düşmanla Azərbaycanın torpağını, işğal altında o torpağını alasan, Azərbaycan xalqının, prezidentinin başını qaldırasan ucalara, hamısı bağlarımızın sayesindədir. Fikirləşin. Bunlar elə-belə insanlar deyirlər. Hörmətli acımız dedi, mən də deyirəm. Siz də deyin, hamı deməlidir. Allah bunları yeni cənnət eləsin. Allah Teala bunların qalan şəhid atalarının, şəhid analarının, qalan bağlarına xeyir görsünlər. Ya Rabbim eləsin Allah'ım. Allah Teala gələnləri, gəlməyənlər də hamısından razı olsun. Bugün bu şərafəti yaradan sizsiz. Bugün bu şərafətlə keçirdi Cavid balamızın. Hamısı şərafətdir. Hər gün bax burada, istər göylərdə, istər Məlçobanda, istər Qurttəpəsində, istər Şərədildə. Bir-birinə şərafətə keçir Allah'a şükür xalqımızın sayəsində. Bu bağlarımızın sayəsində bu anım günləri. Hər birinizdən Allah Teala razı olsun. Allah Teala da bir də bu güləsən kişinin qapısına şahdlı qismət eləsin. Allah hər bir, genə deyirəm, şəhid atalarının qapısında şahdlıqla ya Rabbim və Resulallah. Hörmətli cəmaat yekunlaşdırıram. Buradan hər birinizə mən də gedirəm. Güləsəngilə gedirik, orada bir iskan çay sürfəsi olacaq. Bir iskan çay için ondan Allah şaban dersin. Verdi bu. Amin. Allahümme innesi şunu cibatı. Allah razı olsun.